Hər kəsə salam. Hamınızı salamlayıram. Gözəl bir sabahdan. Saat indi 9'dur. Biz Aylinlə oyandıq. Linka üçün kaşa. Bu kaşasından hazır edirəm. Burada vitamin və mineral mövcuddur. Çox qəşəng yeyir bunu. 3 ədəd hörək kaşığı, 150 ml hardasa su. Suyun da temperaturu hardasa 50 dərəcə olmalıdır. Burada yuxudan oyanan Aylinka. Evimiz istedi deyə belə gəzir. Şimdi yedizdirəcəm onu. Əyni dəyişdirəcəm. Başındakini də çıxardıb. Saçını yığdım ki, yaxşı. Saçını yığdım ki, dağılmasın, yenə açdım. Şəhər zavtraqımız. Bu qaşıqla verin, bundan daha rahat. Hətdədir. Tamam. Heç normal yuxu ala bilmirəm. Stres keçirdirəm. İndi deyəcəksiniz ki, get yat da, Aylin yatanda. Yata bilmirəm, inanırsınız. O qədər iş var. Həm Aylinin bunu hazır edirəm gecədən ki, 2 yeməyi bişirməyim. Bəzi işlərimi görürəm, yetişmirəm, ya nə bilim. Ya kitab oxuyuram, ya kinoya baxıram. Mən də istəyirəm özüm üçün biraz yaşayayım. Ona görə alınmır hələ ki. Normal yuxu ala bilmirəm. Na kızım, düşdü yerə. Gecədən chia toxumu hazır eləmişdim. Deməli bu yarım stəkan və 2 qaşıq çay qaşığı chia toxumu əlavə elədim. Bir də bu Activia'dan. Bu Activia növü çox dadlıdır. Bilmirəm, eminəm bunu. Zlaki yazılandan. Heç nə, bunu indi əlavə eləyəcəm bir dənə qaba, bir dənə banan. Bir dənə yox, yarım banan istifadə eləyəcəm. Granolam da bitdi, amma ayıbı yoxdur. Təmudan yeni gələn qabımı istifadə eləyəcəm. Qızlar, həm də ki yadımdan çıxdı, bu Nestle'nin kaşasından almışdım. Görürsünüz, yoğurt biraz çox suludur. Chia da var burada. Bundan götürəcəm bir paçka. İstifadə eləyəcəm, belə görsənir. Gəlin bunu da əlavə eləyək. Üzərinə banan, bir də biraz balqabaq tumundan. Zavtraqım hazırdır. Aylin xanım imkan versə, burada kətan toxumudur və balqabaq toxumlarıdır. Onlar da həm faydalıdır, həm toxluq sizə hissi yaradacaq. Sağ üçün yaxşıdır, sonra ürək üçün, damarlar üçün həm faydalıdırlar da. Gündəlik rasionunuza tətbiq edə bilərsiniz. Nuş olsun, mən də gedim yeyim. Gecədən belə çiyanı qoymuşdum. Sizə dediyim kimi Aylin də burada öz-özündən oynayır. Gedim tez yiyeyim, hələ ki gözümə görmür. Çünki son vaxtlar heç nə yemirəm. İndi bunu sadəcə qarışdıracağım. Vəssalam. Bütün günü bu bardakla əlləşirəm. Aylin multika baxır. Mənlə burada isterika edir ki, mən multik qoş. Görün, burada bulka yeyib səhər-səhər. Mən də iş başında. Bezini də dəyişməliyəm, çünki evi iyi basıb. Deyirəm, bunu tez çırpım. Gedim bezini də dəyişdirim. Burada da bildiğiniz kimi kaminin üstünü, burada kamindir ama işləmir. Doğrucu değildi, yani dekor kimi. Burada çay, kofe, ləvazimatları da. İndi bura biraz pintləşib. Hamısını tökmüşəm. Ne oldu kızım? Su içir, belə. Heç nə, buranı yığışdırmaq istəyirəm.
Və salam. Bura təmizdir. Mənim ürəyim də təmizdir. Sadəcə qalacaq çaynik. Bizdə dəm bitdi. Dəm alacağım və yenidən dəmləyəcəm. Pəncərəni çoxdan silmişdim. Balkonun pəncərəsini. Keçən təmizləmişdim. İndi 3 gündən bir slipin salfetləri ilə keçirəm. Əla. Heç iz buraxmır. İndi o bir üzünü də təmizləyim. Aylin xanım sağ olsun. Amma mən yenə də xoşlamıram. Mən təmizləyirəm. Yəni bunu mən məsəl üçün hər dəfə tutuzdururam təmizliyini. Ona görə çox kirli qalmır. Mən bunun başını buraxanda çox pis qalır. Yəni gərək burada əlləşim. İndi slipin salfetlərindən silirəm balkonu keçən. İz qalmır. Elə rahatdır. Başını buraxanda izlər çox qalır. Həm də piçeni yiyir. Məsəl üçün nəsə gəlib yeyəndə əllər çirkli olanda. Əllir qalır. Məsəl üçün piçeni çox qalır. Gərək onu belə üstünü sıxasan ki, təmizləyəsən bu şirk çıxsın. Amma bunlar rahatdır. Həftədə bir dəfə dərin təmizləyirəm, məsəl üçün pəncərəni falan. Sonra 3 gündən, 4 gündən, 5 gündən bir belə slipindən keçirəm. Təmiz qalır. İzlərdə görürsünüz, Aylin xanımımız eləyib. Bunu da çalışıram silim çünki qaradı gözümə çox girir. İndi görürsünüz, bunu silmək üçün gərək biraz sabunluyum. Burada görsənmir kamerada, amma belə kiçik pişenyanın qabıqlarıdır, nədir? Quruyub qalıb. O necə deyirlər, qarabaşağı yeyiriksə, həmin dəqiqə məsəl üçün qab yumalıyıq da. Bu da yeni söhbətdir. Daha da qalsa yapışqan olacaq, sonra gərək əziyyət çəkəsiz. Heç nə, bunu ancaq uşaqlı xanımlar başa düşər, məncə. Görəsən haçana keçər bu, hər şeyə əl vurur belə. Kimin bəbələri böyüyüb, artıq belə şeylər eləmir. Neçə yaşında canımı qurtaracaq? Bir yazın mənə, sakitləşdirin məni. Xahiş edirəm. Heç nə, buranı da sildim. İçini də sileyim. Bunu da eyni qaydada, məsəl üçün ayda bir dəfə qəşən təmizləyirəm. Sonra belə keçirəm üstündən. Çünki uşaqlıyam evdə, həm tək baxıram deyə istəmirəm də hər dəfə hansısa təmizlik işləri aparım. Çünki Aylin gəlir, hər yerə əl vurur da. Görürsünüz, yağ çıxır, nədir bu? Hə, belə. Həm də ki, biraz çətindir. Məsəl üçün, o yatanda mən bilmirəm, yemək pişirim, ev yığışdırım, gedim çimiyim, yoxsa kinoya baxım, yoxsa vlog düzəldim. Belə. Neysə, bu da həll olundu. İndi burada qurusun, görüm harada iz qalacaq. Yenidən silim. Sizdə necədir xanımlar? Mən məsəl üçün ev təmizləyəndə mütləq və mütləq pəncərə açıq olmalıdır. Bilmirəm niyə. Çünki tozları görəndə ürəyim sıxılır. Elə bilirəm ki, bu tozlar içində yaşayıram. Əslində tozların içində yaşayırıq. Nə qədər evdə çox əşya varsa, o qədər də toz tökülürdü hər yerə. Ona görə pəncərəmi açdım burada. Buranı təmizləyirəm indi. Bunları çırpacağım. Hələ palisos da yerdədir. Aylin papağını çıxardıb. Buranı belə elədim. Gərək bu halçanı da verim, yuduzdursunlar. Yuduzdursunlar deyirəm qalıb. Vaxtım yoxdur. İndi birazdan bu halçanı buradan rədd edəcəm. Çünki görünüşü bərbaddır. Aylin multika baxır və oynayır. Butulkamı da yenə götürüb, yenə saçını açıb baxın. Pişik də burada gizlənib. Buranın da pəncərəsi görürsünüz, biraz açıqdır. Ev istidir deyə, kombi hardasa bütün qış boyu işləyib demək olar da. Burada da çay eləmişəm özümə. Çayımı içim. Heç nə. Onu deyirdim ki, məsəl üçün mən açıq pəncərə ilə xoşlayıram iş görmək.
Fakat işlədikdən sonra bu çox zəif yığılır. Bilmirəm, sizdə də belədir. Gərək 3 dəfə basasan. Ne kadar zibil çıxır. Yenə təmizlə. Yenə də eyni söhbət. Bunu sonra yumaq lazımdır. Deyəcəksiniz, niyə? Çünki görürsünüz, sonra belə olur. Gərək içini yuyasam. Şimdi koyacağım. Təmizlədim onu. Kameranı söndürdüm. Çünki elə bana rahat idi. Bunu da yudum, onu da. Koyun, kurudum ikisini də. Görün pişiniyini be. Of. Gərək bunu yerine taxım indi. Burada durmuşdu o reşotka. Salım yerine. Bunu da taxdım. Bu hazırdır. Çıxım biraz o pəncərəni də açım. Rahat keçən hava gəlsin buradan. Bu pəncərəmizdə bura baxır. Biraz qalsın. Hava dəysin evə. Bu qədər. Mən də keçeyim. Buranı yapışdırmışam artıq. Onları hamısını çırpdım. Aldı kuxna tərəf. Kimsə deyirdi ki, bu narahatdır. Kommentlərdə yazmışlar. Baxaldığıma görə, amma çox da narahat deyil, mənə çox rahatdır. Əladır. Burada təmiz suyumdur. Su. Bu isə şirkli suyu sıxıram. Çox da rahatdır. Biraz sirkə əlavə elədim suya. Birərlə narahatdır mənə silmək. Mən öyrəşməmişəm təmizlik vlogları çəkməyə, amma çox da qəşən silir sizə deyim. Can qurtarıcısıdır. Hər yerə girir. Bizim ev üçün rahatdır. Əsas odur ki, əllərimlə yumuram da. Əvvəl bu yox idi. Mən əyilirdim yerə. Başlayırdım özüm yumağa, amma mənə rahat deyil, rahatdır. Belə. Keçin silim, evləri qəşən təmiz olsun. Otağında tez bazar elədim. Çünki ağlaşırdı. Koridorda silim. İşlərim bitir. Çox heyif ki, normal video çəkə bilmirəm. Çünki 5 dəqiqədən bir Aylin gəlir, qaçır yanıma. Ona görə hələ ki, belədir. Belə. İşimiz də bitdi. Toxunuşda mətbəx olacaq. Aylin orada nyam-nyam istəyir. Artıq mən də buranı bitirdim. Qablarımı yudum. Qaldı onları yerinə qoymaq. Burada da məndə meyvələr atam gətirmişdi, qurutmuşdu. Burada bilmirəm nədir. Almadır, nə bilim heyvadır, armuddur. Aylin üçün kompot eləyəcəm. Bu kaşıları da yığışdırım. Can! Deməli qızlar, göstərəcəm sizə uşaq üçün necə kilidə baxlamaq lazımdır. Məsəl üçün buna qoymusunuz. Artıq bunda qalacaq. Buna basırsınız. Gördünüz 3, 2, 1 sayım getdi. İndi uşaq hansına qoysa heç nə alınmayacaq. Çünki bizdə mən qoyuram, Aylin gəlib dəyişdirir, əsəb oluram. Bunu çıxartmaq üçün də yenə eyni qaydada kilit olan yerdə basıb saxlayırsınız. 3, 2, 1. Of. Söndü. Görürsünüz. Belə. Özünü təmizləməkdə burada eyni qaydada basırsınız, saxlayırsınız. Məndə sadəcə indi burada paltar var. İstəmirəm təmizləsin barabana öz-özünü. Buna basıb saxlayırsınız çəkimi. Özünü təmizləyir. Boş olmalıdır. Əgər sizdə kapsula varsa maşınka üçün ata bilərsiniz. Bilmirəm içinə atırlar ya bura. Məndə hələ ki heç nə almamışam. Alandan sonra sizə göstərəcəm. İndi işlərimi bitirirəm. Çünki qızım orada nyam-nyam deyir. Bir dənə bunu da qoyum. Hazırdır. Buralar da təmizdir. Gedim mən ayniçki yedizdirim. Supu da hazırdır. Biraz üydürdüm onu blenderla. Bu da buradadır. Can yedizdirirəm indi. Nyam-nyam bacım nyam-nyam. Yedi. Yenə də şükür. Biraz blenderla elədim. Belə rahatdır. Həm püre də kimi alınmadı. İçində məsəl üçün çiğniyə biləcəyi kök var idi. Çox yumuşaq idi. Qoymuşam paltarları yumağa, həm o rejimə qoydum. Məsəl üçün baxın, hara əl vursa, Aylin'də gəlsə, həmən heç nə dəyişilmir. Hara qoysa belə. Qaldı, onu da ancaq söndürənə basa sönəcək. Burada da paraşokumdur. İstəyirəm bu qabıma əlavə edeyim. Bu qabdandır. Məndə konteynerdə sadə bir də belə qaşıq var. Bir qaşıq, 3 qaşıq istifadə edirəm. Rahatdır. Bu rəngli paltarlar üçün istifadə edirəm. Persil. Sanmamışdım, nə almışdım. Aylin bu tuman formasında bambu
Nature bezləridir. Belə görsənirlər. İndi bura yığacağım şkafımıza. Yarısı buradadır. Yarısını da yığıram belə rahatdır mənə. Açıram, bez çıxardıram və salam. Göstərmək istirdim. Bu dişi çıxan zaman bu siropdan verirdim. Həm ağrı kəsicidir, həm temperaturanı aşağı salır. Çox qəşəngdir bu. Kömək eləyir. Bura qoyun. Bir də bu panadol. Bu panadoldan hələ istifadə eləməmişəm. Buradadır. Məncə eyni tərkibdir. Paracetamol var tərkibində. Burada da nədir? Burada bezlərimizdir. Gərək bunları çıxardım, qoyum zapasa. Qardirobnaya qoyum. Orada qalsınlar. Bir budur. Bir də bu. İçində 38 ədəddir. Çox əlverişli, çox qalır bizdə. Burada da indi baxın məhsullarda nə almışam, onları göstərəcəm. Baxın məhsulları da 2 ədəd Bambo Nature salfetləri çox qəşəngdirlər. Həm parfüm tərkibində yoxdur, spirt falan, belə şeylər heç nə yoxdur. Çox razıyam bunlardan. 2 paçka götürdüm. Bir də sabun idi. Bədən üçün yağ götürdüm. Belə kalendula tərkibi ilə bu sabundan götürdüm. Uşaq üçün sabun, bübken. Çox qəşəngdir. Bir də soyuğa qarşı belə bir krem. Bizdə var idi, artıq bitmişdi. Bitirib alim bunu. Yenisini götürdüm. Hər çörə çıxanda bundan istifadə edirəm. Çox yaxşıdır. Ən gözəl vaxt budur. Ev təmizdir. Sadəcə yemək heç nə pişirməmişəm bugün. Yəqin ki, nəsə çöldən bir şey yiyəcəyik. Çünki çox acam. Hətta bugün təmizlik günü deyək. Heç nə pişirmədim. Əsas buralar təmizdir. Buralar da təmizdir. Alinka da buradadır. Dişlərini təmizləyir. Keyfdir, keyf. Belə hədiyyəlik Splat Box'dan, Splat firmasından mənə belə bir Splat Box gəldi. Sizcə burada nələr var? Düzdür. Diş pastasıdır və diş fırçaları. Gəlin baxaq. İçində nə var? 3 ədəd pasta var. Diş pastasıdır, görürsünüz. Adbelviniyə. Həm damaqlara qulluqdur, həm dişlərimizə qulluqdur. Bu da həmçin, bunlar böyüklər üçündür. Bu da Aylin üçün nəzərdə tutulur, amma 3+'dur. Aylinka hələ bunu istifadə eləmir, çünki tərkibində ftor var. Bildiyiniz qədərlər uşaqlar sadəcə 1 yaşdan 2 yaşa kimi tüpürə bilmirlər. Ona görə ftorsuz məsləhət görürlər. Bunu saxlayacağım. Məncə bunun hələ bitmək vaxtına hələ var. Baxaram, saxlayaram Aylinka üçün. Bunu da Aylinka üçün göndəriblər yəqin ki, 3 nəfərlik, amma bu da 6+'dur. Əyb yoxdur. Amma qəşəndir. Kimin uşağı 6+ üzəridir, belə bir gözəl Splatdan məhsul ala bilərsiniz. Bir də 2 ədəd belə bir şotka. Bu yəqin ki mənimdir. Bu da yoldaşımın. Bu rəngi yoldaşıma verəcəm. Bu rəngi də özümə. Çox sağ olsunlar. Bunları sınayacağıq ailəlikcə və istifadə edəcəyik. Bu qədər. Yenə qulağı çıxıb. Кто у нас тут? Кто у нас тут? Катайся! Катайся!